Ramiz Mehdiyevin ailə sirri də üzə çıxıb, qalmaqallı bir araşdırma yayılıb. Keçmiş SSR-nin xüsusi xidmət orqanlarının xaç atası kimi tanınan Yevgeni Primakovun birinci həyat yoldaşı Laura Vasilyevna Xaradze Qalinanın dost doğma əmisi ya da dayısı qızıdır. Bu barədə hüquqşünas Aslan İsmailov özünün Facebook səhifəsində paylaşım edib və o bildirir ki, məlumata görə Mehdiyevin həyat yoldaşının valideynlərinin qəbir daşında qeyd olunan soyad Gürcüstanın İmereti bölgəsində və xüsusilə Qardabani rayonunda çox yayılmış ailə adlarından biridir və bölgədə Xaradze, Qoçkaya, Qoçiladze, Qoçkadze soyadları evlilik yolu ilə bir-biri ilə əlaqəlidir. Əminəm ki, daha dəqiq məlumatlar xüsusi xidmət orqanlarımızın arxiv materiallarında var və düşünürəm ki, bütün bu faktlar üzə çıxmalı və hakimiyyətdə kök salmış bu xəyanət şəbəkəsi birdəfəlik təmizlənməlidir deyə o paylaşımında belə bir iddia ilə çıxış edib.